Məqsəd və intonasiyaya görə cümlənin növləri dərsidir dərsimiz. Yəni bu nə deməkdir? Hər hansı bir cümlə müəyyən məqsədlə deyilir və müəyyən intonasiya deyilir. Bu intonasiya məsələn əmr formasında ola bilər, sual verib cavab alma məqsədlə də ola bilər və yaxud da hansısa bir məlumat vermək məqsədlə, yaxud da yüksək hiss həyəcanla da deyilə bilər. Və bu baxımdan biz bunu 4 yerə bölürük: nəqli, sual, əmr və nida cümləsi. Amma gəlin indi bu cümlələrin ayrı-ayrılıqda nə məqsəd daşıdığını, xırdalıqlar nələrdir ona baxaq. Yəni birinci bizim üçün olan nəqlidir, nəqli cümlə. Amma mən nəqli cümləni əmr cümləsindən bir yerdə izah edəcəm. Çünki o nəqli cümlənə əmr cümləsi xüsusi istisna qaydaları var. Onları daha yaxşı başa düşmək olur həmin zaman. Amma bunların durğu şairlərin yəqin ki, hamımız bilirik ki, nəqli cümlə nöqtədən istifadə olunur, sual cümlədə sual işarəsindən, əmr cümlədə də nöqtədən və nidada nida işarəsindən. Ən yaxşı halda biz cümlələrdə sual işarəsini görəndə konkret olaraq biz onu sual cümləsi kimi qəbul edəcəyik və nida işarəsini görəndə də nida cümləsi kimi. Amma məsələ nöqtələrdə problem yaradır. Yəni biz hardan bilək ki, bu nəqli cümlədir, yoxsa əmr cümləsidir? Bunun üçün xırdalıqlara nəzər yetirəndə aydın olacaq. Birinci sual cümləsindən başlayıram. Sual cümləsi ümumiyyətlə ya sual vermək, ya da cavab alma məqsədlə işlədilir. Yəni bu sual cümləsi özü də 3 formada özünü göstərir. Ya sadəcə sual intonasiyası olur. Yəni ki, belə deyək də, birinci qaydamız, bunu daha yaxşı belə başa salaq. Sual əvəzliyi ilə əmələ gəlir. Məsələn, bizim sual əvəzliklərimiz nə idi? Bütün əsas nitq hissələrinin sualları. Sən haraya gedirsən? Məsələn, hara gedirsən? Cümləsində aydın şəkildə görünür ki, burada hara sual əvəzliyi iştirak edib və cümləyə sual məzmunu verib. Yaxud da bunu kim deyib? Desək, əlbəttə ki, burada kim sual əvəzliyidir və cümləyə sual intonasiyasını verib. İkinci qaydamız sual ədatları vasitəsilə yaranan sual cümlələrdir. Yəni, ümumiyyətlə bizim sual ədatlarımız hansı idi? Bəs, bir təkrarlayaq, məgər, yəni, bitişdirici mimi və ki. Bunlardan hər hansı biri cümlədə iştirak edibsə, deməli o cümləyə sual intonasiyasını verən bu ədatlardır. Məsələn, biz bunu belə göstərə bilərik. Dərsini oxudunmu? Bəzən burada sual intonasiyası forması ilə götürürlər, yalnız sual intonasiyası xeyir. Biz burada mimi ədatını görürük axı. Yaxud da başqa cür formada verək, bəs sən getmirsən? Burada da, yəni, bəs sual ədatının iştirakı bu cümləyə sual intonasiyası verib. Və bir də var ki, bunların heç biri olmadan iştirak edən sual cümləsi. Məsələn, yalnız buna deyirlər, yalnız sual intonasiyası ilə qurulur. Yəni, sual əvəzliyi və sual ədatları iştirak etmir. Məsələn, sən oxudun. Məsələn, bu cümləyə baxaq. Özü də testlərdə bəzən şagirdləri çaşdırmaq üçün cümlənin əvvəlinə digər əvəzlikləri qoyurlar və şagird sən sözünü görüb çaşıb deyir ki, variantda götürə bilər ki, hə, burada əvəzliyin vasitəsilə əmələ gəlib. Xeyr, bu şəxs əvəzliyidir. Şəxs əvəzliyindən söhbət getmədi. Əgər cümlədə sual əvəzliyi olsaydı, biz onu sual intonasiyası, yəni əvəzliyin vasitəsilə yaranmış sual cümləsi götürərdik. Bu sadəcə intonasiya vasitəsilə yaranıb. İntonasiya. Bəzən də belə ola bilər. Həm sual əvəzliyi, yəni bu 4-cü növ deyil. Sadəcə buna ümumiyyətlə deyirlər kompleks sual cümləsi. Baxın, kompleks sual cümlələri də olur. Bu necə olur? Cümlədə həm sual əvəzliyi olur, həm də sual ədatı olur. Bunların hər ikisi iştirak edir. Məsələn, bəs kim gedəcək cümləsinə baxaq. Burada sual cümləsi və sual işarəsi əsas verir ki, biz bunu sual cümləsi götürək.
Kim burada sual əvəzli idi və bəs də burada sual ədatıdır. Deməli, bu cümlə kompleks formada yaranıb. Ümumiyyətlə, bütün cümlələrdə sual intonasiyası olur. Yəni, sual cümlələr bir şeyi də qeyd edək ki, bəzi sual cümlələrinə cavab vermək olur. Məsələn, bəs kim gedəcək? Buna istənilən cavabı vermək olar. Mən gedəcəm, o gedəcək və yaxud da bəzi sual cümlələrinə bəli, xeyr ədatına da cavab vermək olur. Bəli. Məsələn, kitabın yerini bilirsən, belə bir cümlə versəm, kitabın yerini bilirsən, konkret olaraq bir şəxsə ünvanlanmış sualdır bu. Şəxs ya bəli deyəcək, ya da xeyr deyəcək. İkisindən biri. Yəni, cavab tələb edir. Bir də bəzi sual cümlələri var ki, cavab tələb etmir. Yəni, buna deyirlər ritorik sual cümləsi. Məsələn, şeirlərdə, ədəbiyyata aid əsərlərdə ən çox biz buna rast gəlirik. Məsələn, ayrılarmı könül candan? Kimsə buna hə və yaxud da yox deyə cavab verə bilməz. Yəni, cavab tələb etmir. Bu olacaq nə? Ritorik sual cümləsi. Bir də onu da qeyd edək ki, sual cümlələri bəzən nəqli cümlənin, əmr cümləsinin də sual intonasiyası verilməsindən yarana bilər. Yəni, testlərdə bu düşür, əmr cümləsi sual cümləsinə çevrilə bilər. Məsələn, deyirəm ki, o da getsin. Baxın, burada getsin sözü əmr şəklində olan bir feildir. Və burada sual işarəsi olmasaydı əgər, bu cümlə əmr cümləsi sayılacaqdı. Amma sual intonasiyasına deyildiyinə görə biz bunu artıq sual cümləsi kimi qəbul edirik. Yəni, testlərdə çaşmamaq lazımdır. Biz cümlənin sonunda bu işarəni görürüksə, fərq etmir o cümlə əmr olsun, nəqli olsun, nida olsun, fərq eləmir. Biz onu nəticə olaraq sual cümləsi kimi qəbul edirik. Bu bir qayda. Onsuz da bir şey də deyək ki, nəqli cümlələr də sual intonasiyasına deyiləndə çevrilir. Gəldik ikinci nida cümləsinə. Nida cümləsi haqqında məlumat verir. Bu çox asandır. Ya təkcə nida intonasiyasına, ya təkcə intonasiya, ya da nidaların iştirakı olan sual cümlələri, nida cümləsi sayılır. Məsələn, ümumiyyətlə, istər, burada qeyd edirəm onu, həm əmr cümləsi, nəqli və bir də sual cümlələri. Bunların üçü də yüksək hiss həyəcanla deyilsə, baxın, bura qeyd edirəm, yüksək hiss həyəcanla deyilsə, nəticədə nə olur? Nida cümləsinə çevrilir. Nida olur. Nida cümləsinə çevrilir. Yəni, nida cümləsi, əgər bəzi testlər var ki, qayda əsasında düşür. Yəni, nida cümləsinə çevrilə bilər. Məsələn, biz bunu nümunə vasitəsilə göstərə bilərik. Bir nəqli cümlə götürək. Deyirəm, mənim səhvim var. Bu sadəcə nəqli cümlədir hal-hazırda. Mənim səhvim var. Belə bir intonasiyadan vermişəm və cümlənin sonuna nöqtə qoymuşam. Amma mən bunu hardasa yüksək əsəblə, həyəcanla, hisslə desəm ki, mənim səhvim var, nida qoysam və bu zaman çevrildi oldu nəqli cümlənin nida cümləsinə çevrilməsi. Yaxud da burada var ki, əmr cümləsi, bəli, əmr cümləsi də çevrilə bilər. Bayaqları biz orada qeyd etmişdik. Məsələn, o buradan tez getsin. Əslində bu, aşağı tonla deyilsə, əmr cümləsi, getsin. Amma o buradan tez getsin deyə qışqırıb, yüksək hiss həyəcanla deyilsə, əlbəttə, nida cümləsinə çevriləcək. Və bir də, çaşqınlıq yaradan məqamlardan biri sual cümləsinin necə ola bilər ki, nida cümləsinə çevrilə bilər, bəli olur. Məsələn, heç utanmırsan, belə bir cümlə verək. Bu nədir? Sual cümləsi. Hal-hazırda sual cümləsidir. Amma mən bunu yüksək bir hiss həyəcanla heç utanmırsan desəm və nida işarəsi qoysam, nəticə olaraq bu olacaq nə? Nida cümləsi. Və yadda saxlamaq lazımdır ki, nida cümlələri yüksək hiss həyəcanla deyiləndə,
Yox, istənilən cümlə yüksək hissiyatla deyiləndə nidaya çevrilir. Və buna deyəcəksiniz, sual cümləsi əsasında yaranmış nida cümləsi. Baxın, sual cümləsi əsasında yaranmış nida cümləsi. Çünki son işarə nədir? Biz onu elə qəbul edirik. Məsələn, yuxarıda da nəqli əmr cümləsi idi. Biz bu işarəyə görə bunu nida qəbul etdik. Burada da nəqli cümlədir. Bunu nida kimi qəbul etdik. Yəni, iki işarəni yan-bayan görəndə axırıncı nədir? Onu elə götürmək lazımdır. Və bir də bəzən nidaların köməyi ilə buna da aydınlıq gətirək. Məsələn, yalnız intonasiyanı. Yalnız intonasiya. Elə burada elə heç utanmırsan cümləsində yalnız intonasiyadır. Yəni, nidalar yoxdur. Və yaxud da deyə bilərəm ki, yaşasın ölkəmiz. Nida işarəsini qoyuram. Burada heç bir nida olmadığına görə, yəni təkrar deyirəm. Siz nidanı görməyəndə o cümləni artıq intonasiyadan yaranmış nida cümləsi götürürsünüz və sonda bu işarəni görürsünüzsə. Ola bilər ki, məsələn, belə də verə bilərəm. Məsələn, nə yaman dərddir. Və nidanı qoyuram. Əlbəttə ki, burada ah nidası var, qəm-kədər bildirir və cümlə nida ilə bitib, işarəsi ilə nida cümləsidir. Sadəcə nidaların köməyi ilə yaranmış nida cümləsidir, bəli. Bir şey də qeyd edim. Elə o demək deyil ki, hansı cümlədə nida var, biz onu elə nida cümləsi kimi götürməliyik. Xeyr, ola bilər ki, nidalar digər cümlələrin içində iştirak eləsin. Bəli, belə bir məqam var. Məsələn, yazıram ki, Paho, nə pis gündür. Biz əlbəttə bunu nöqtə qoyuruq və əmr cümləsi ya da nəqli cümlə götürməliyik. Cümlənin intonasiyasına baxanda biz əmr cümləsinin, indi qaydada da qeyd edəcəm, yalnız feilin əmr şəklinə ifadə olunmalıdır o əmr cümləsinin feilləri, xəbərləri yəni. Burada gündür sadəcə bir ismi xəbərdir və biz bunu onsuz da bilirik ki, nəsə bir məlumat verir. Yəni, əmr, məsləhət, xahiş yoxdur burada. Nəqli cümlədir. Amma nəqli cümlədə nə var? Nida var, bəli. Ola bilir, ola bilər. Və yaxud da əmr cümləsində də nida ola bilər. Məsələn, deyirəm ki, ey, buraya gəl. Vəssalam. Baxın, cümlə əmr cümləsidir. Sadəcə burada çağırış nidasına istifadə edib. Yəni, biz bunları nida kimi götürmürük. Yəni, qayda bir toparlayaq. Əgər cümlənin sonunda sual görsəz, o cümlə yalnız sual cümləsidir. Nida görsəz, yalnız nida cümləsi. İndi gələk nəqli və əmr cümlənin birlikdə fərqləndirilməsinə. Bunları mən bayaq dediyim kimi ikisini bir yerdə təhlil formasına verəcəm. Yəni, ən yaxşı halda o cür anlamaq olar. Nəqli cümlə ümumiyyətlə məlumat vermək üçün, yəni ki, müəyyən bir əşya, hadisə, hər hansı bir şey haqqında məlumat verir. Yəni, orada əmr, məsləhət, xahiş yoxdur. Yəni, bura yazıram ki, nəqli cümlə məlumat verir. Amma əmr cümləsi isə məsləhət, xahiş və göstəriş və əmr mənasında bildirə bilər. Sadəcə nəqli cümlələrdə adi tonla deyilir. Çox da yüksək ton olmur və xəbərləri ismi xəbər və feili xəbərlə ifadə oluna bilər. Ən çox işlənən onsuz da nəqli cümlədir. Və məsələn, ismi xəbər və feili xəbəri necə görə bilərik? Deyirəm ki, hava yağışlıdır. Məlumat verdim. Onsuz da bilinir ki, əmr cümləsi deyil. Çünki yağışlıdır ismi xəbərdir. Hərəkət bildirməyən bir xəbərlə ifadə olunub yağışlı sifəti ilə. Və yaxud da deyirəm ki, dərsi oxumalısan. Burada da feilin vacib şəklinə ifadə olunub, feili xəbərdir, amma bununla bağlı bir şey qeyd edəcəm. Məsələn, çünki şagirdlərin ən çox elədiyi səhvlər. Niyə sanki dərsi oxumalısan deyən, burada biraz göstəriş var. Sanki əmranə bir göstəriş verilib. Əmr cümləsini burada qeyd edirəm. Əmr cümləsi yalnız feilin 6 şəkli vardır. Əmr, xəbər, vacib, lazım, maruz şərt. Feilin əmr şəkli ilə
ifadə olunmalıdır. Vəssalam. Geridə qalan şəkillər isə vardı xəbər şəkli, vacib şəkli, lazım şəkli. Bunlar gedir nəqli cümləyə. Baxın, indi nümunələrdən göstərim. Elə yuxarıdakı dərsi oxumalısan cümləsi. Malım Əli vacib şəklin şəkilçisidir? Bəli. Vacib şəkli isə nə olacaq? Nəqli. Sonra yağışlıdır ümumiyyətlə ismi xəbərə birbaşa nəqli cümlədir. Yadda saxlayın. İndi mən onu ümumi qayda kimi axırda verərəm. Digər şəkillər, məsələn, verək burada bizim ən çox testlərdə düşür zaman şəkilçili feillərimiz. Deyirəm ki, dərsə gedəcəm. Yaxud da gedərsən, hə, bunu biraz məsləhət xahiş formasına çevirək. Sanki məsləhət eləyir. Amma şagird çaşmamalı. Biz nə dedik? Ar-ər zaman şəkilçisidir. Baxın, buraya yazıram zaman. Zaman şəkilçisi varsa oldu nə? Nəqli cümlə. Və yaxud da evə tez getsin. Getsin vəssalam. Yəni getsin birbaşa əmrdir, əmr cümləsidir. Çünki əmr şəklindən ifadə olunub. Bəli, bəzən əmr şəklində feilin, daha doğrusu əmr ədatları iştirak edir. Ondan da daha yaxşı bilmək olur. Məsələn, deyirəm ki, qoy tez başlasın. Başlasın. Burada onsuz da bilinir əmr cümləsidir. Həm də burada qoy əmr ədatımız da iştirak eləyib. Amma bir şeyə də fikir vermək lazımdır. İndi bunu burada qeyd edəcəm. Bir sana sənə şəkilçiləşmiş ədatı var. Məsələn, deyirəm ki, kitaba baxsana. Kitaba baxsana. Əmr elədi, düzdürmü? Və sana sənə şəkilçiləşmiş formada yazılan əmr ədatıdır. Məsləhət eləyir. Bir də ki, ha ədatı var. Ha ədatı. Bildiyimiz kimi ha həm qüvvətləndirici olurdu, həm də əmr ədatı olur. Biz bunu ədatı keçəndə demişdik. Feilin əmr şəklinə qoşulsa olacaq əmr ədatı, yerdə qalan şəkillərə qoşulsa qüvvətləndirici ədat. Və hərəsinə bir cümlə verirəm burada. Məsələn, bunu heç kimə demə. Ha, belə bir cümlə verdim, nöqtə qoydum. Bir də var deyirəm ki, kitaba baxarsan, ha. Şagird ilk baxışdan elə bilir ki, hər ikisi əmr cümləsidir. Xeyr. Nəyə görə? Biz ha-nın qoşulma məqamına baxaq. Demə, demə. Feil kökü və inkar şəkilçisi onsuz əmr şəklidir. Bu birbaşa əmr şəklidir. Əmr cümləsi də həmçinin. Amma kitaba baxarsan, ha, biz nə demişdik? Zaman şəkilçisi görünürsə, vəssalam, bu olacaq nə? Xəbər şəkli. Yəni, ha ədatı orada heç bir məna ifadə eləmədi. Çünki nəyə görə? Qoşulduğu feilə baxırıq. Bu məqamda yadda saxlamaq lazımdır. Və bir də əmr şəkli yadda saxlamaq lazımdır ki, feilin əmr şəkli heç vaxt nəqli, yox, əmr cümləsi, belə yazıram, əmr cümləsi nəqli cümləyə çevrilməz. Heç vaxt yəni. Eyni şeydə nəqliyə aid. Nəqlidə heç vaxt əmr cümləsinə çevrilməz. Çünki nəyə görə? Əmr cümləsinin xəbərləri feilin əmr şəklinə ifadə olur. Ona görə bu heç vaxt gedib nəqli cümlədə ifadə vasitəsi ola bilməz. Və 3 nöqtə məsələsini qeyd edim. Bu 3 nöqtə də, baxın 3 nöqtə yazıram bura. 3 nöqtə mötərizədə belə verirəm. Həm əmr cümləsində ola bilər, həm də nəqli cümlədə ola bilir. Ola bilir. Vəssalam. Yəni, buradan hər şeyi izah elədim. Və nəqli məqsəd və intonasiyaya görə cümlənin növləri haqqında məlumatımız bu qədər.